Hörmətli izləyicilər, gördüyünüz kimi bir otaq ev var. Bir otaq evin divarı iki qoşa daşdır. 2 daşdan ibarətdir və bu bir otaq evdə yaşayış olub, ışığı var. Burada qaz yoxdur, qaz da çəkilir. Deməli, su da basenə tökülür. Biz indi evin içərisini sizə təqdim edirik. Gördüyünüz kimi bunun divarı qalındır. 2 qatdır. Işığı var. Evin içində xeyliyyət vaxtı yaşayış yoxdur deyə biraz məzəli görünür. Yəni ki, veş-vuş yığılıb, daralıb. Yaşanmadığı üçün ola bilsin biraz divarlarında ocaq yanmadığı üçün nəmişlik kimi görünür. Bu hörgü də onun üstündədir. 8 sot torpaq sahəsinin içində 2 tikili eləyiblər. 2 otaq, bir koridor, hamam, tualet nəzərdə tutulub, amma axıra kimi tikilib başa çatmayıb. Ona görə belə darmadağındır, amma tikib başa çatdırmaq olar. Bu növrəsi cüt qatdır, yuxarısı tək qatdır.